Saçda kəpək niyə görə yaranır? Dostlar, videonu bəyənərək izləməyi sizdən xahiş eləyirəm. Baş dərisini torpaq kimi düşünün. Torpaq çox quruyanda nə edir? Çatlayır. Çox sulananda da palçıqlı olur. Saç dərisi də eynən belədir. Çox quruyanda qabıqlanır, çox yağlananda da eyni zamanda kəpək arta bilir. Bəzən saç dibində yağ, tər, kir, şampun qalığı, gel və sprey yığılır. Bu zaman baş dərisi qıcıqlanır, qaşınma başlayır, dəri qabıqlanır və həmin ağ qabıqlar kəpək kimi görünür. Çox isti su ilə yuyunmaq da kəpəyi artıra bilər. Çünki isti su baş dərisini qurudur. Dəri quruyanda yenə də qabıqlanır. Eyni zamanda stres, yuxusuzluq, düzgün qidalanmamaq və saç dibini yaxşı təmizləməmək də kəpəyə səbəb ola bilər. Ona görə də kəpəklə mübarizədə ən vacib məsələ saçın ucunu yox, saçın dibini təmiz saxlamaqdır. Bu baxımdan dostlar, mən sizə Dr. Hea təbii tərkibli saç sabununu məsləhət görürəm. Tərkibində zəncəfil, nanə, qara zirə, hind yağı və gicitkan var. Bu tərkib nə edir? Saç dibini qidalandırır, saç köklərini gücləndirir, yağ və su balansını tənzimləməyə kömək eləyir. Saç dərisini təmiz və rahat saxlamağa dəstək olur. İstifadə qaydası isə sadədir. Həftədə 2-3 dəfə saçınıza tətbiq eləyirsiniz, 15 dəqiqə gözləyirsiniz, ondan sonra bol su ilə yuyursunuz. Dostlar, bu sabunun hazırlanma prosesi çətin olduğuna görə məhdud saydadır. Ona görə mağazalarda və apteklərdə hələ ki yoxdur. TikTokda Bahadur Seyidov profilində olan nömrəyə yazın, sizə əlavə məlumat veriləcək. Onlayn çatdırılması var.